Ortasını çalmam, yok. İçində düşməyib onadır. Bəh, təndir çörəyi, lavaş. Bu lavaş hardan başlayıb gəlib bura çatıyır? Əvvəl hardan başlayıb? Lavaş əvvəli ilə qədimdən lavaş pişiririk, yeyərik onu. Dədə baba çörəyimizdir bu, qədim çörəyimizdir. Nədir bunu rahlayırsınız, hazırlayırsınız? Bunun xəmirini eləyik, baxla. Süt duru xəmirin eləyik. Xəmirin onu söyləyirsə, duru təndiri salıyıq, başlayırıq. 2 nəfər, 3 nəfər belə köməkli yayıb pişiririk. Şimdi şəhərdə yayan yoxdur. 2 nəfər yayır, 1 nəfər də yatır. Hə, çox gözəl. Bunu elə uşaqlığınızdan başarırsınız, ya nədir? Elə uşaqlığımızdan gözümüzü açıb elə çörək görmüşük. Nənələrimiz pişirib, biz də baxıb onlara öyrəşmişik. Soğumu pişirmişik, bunu lavaş pişirmişik, fəsil pişirmişik. İndi fəsil də pişirəcəyik. Qədim bir həftə 10 günü çörəyin bir günə pişirərmişlər, düzdür? Nə 10 gün, bir ayın çörəyin bir günə pişirərdik. 2 ay kamil elərdik. 3 nəfər yayardı, 1 nəfər yapardı, 1 nəfər də lavaşa kömək eləyib çəkərdi təndirdə. Yəni bir ayın çörəyin bir gündə pişirib, pişirib çıxarardıq. saxlayıb onu istifadə edirsiniz. Biz 2 ay pişirərdik, 3-5 xəmir elərdik. Gəldi köməkli kömək elərdik. Bir-birimizə pişirib, bir ay rahat çörəyi onu yeyərdik. Qonaq oldu, olmadı, rahat olardıq. Yəni çörəyimiz hazır. Qədim çörəxana yoxdur ki, qədimlə özümüz əlimizdə pişirərdik. İndi çörəxana gəlir. Çıxan un at qoy rahat açılsın. Onun üçün də su vuruyam. Un atan bir rahat açılır. Mən o xəmirimi soğumuruq. Yox, deyəsən yemişaq olardı şöyle. Xəmirin elə bir su verir. Un atına yağ. O, ondan da bilir.